Peyğəmbərimiz bu cür buyurur. Buyurur, insanlar içində iki haqq çox üstündür. Kişiyə kimin haqqı üstündür ya Rasulallah? Buyurur, kişiyə ananın haqqı üstündür. Heç haqq kişiyə ana haqqından üstün deyil. Sonra buyurdu ki, vəlil mərəti qadına da ərinin haqqı, həyat yoldaşının haqqı. Yəni, əgər bir yerdə əmr-i dair olan insan nənəsinin haqqı sözünə baxar, ya ərinin, İslam deyir, ərin sözünə baxsın. İslam deyir, atanın sözünə baxsın, ya ərinin, İslam deyir, ərinin sözünə baxsın. Bir yerdə indi qadın oturub, atası da deyir, qızım, sənə qurban olun, mənə bir livan su gətir. Əri də deyir ki, xanım, mənə bir livan su gətir yine. Bu qadın əgər istəyə, Allahın yanında əziz ola, gərək atasına deyək ki, mənim mehriban atam, sən mənim böyücümsən, gözümün işıqsan, amma səndən böyük haqqı olan Peyğəmbər buyurub, kişinin haqqı atanın haqqından qarşıdır. Amma bunların niyəsi var. Elləti budur ki, heç vaxt atanın, ananın ürəyi uşaqdan dönməz. Evlad nə qədər də yaman olsa, ata-ananın ürəyi dönməz. Ata-ana əzizdir. Amma ər-arvadlıq o cür deyil. Ər-arvadlıqda insan bu zəncir kimi bir-birinə bağlıdır. Hər vaxt insan başarmasa zəncir bir-birinə ağzı açılsa, zəncir bir-birindən aralanar. Əgər öydə ər ilə, ata ilə balanın arasında məhəbbət olsa, şayət ər ilə o cür həyatın şirin eləyə bilməyə. İslam da bunu üçün uşaq ataya bağlı olar, ərinə tərəf gelib sıxılmaz. Həyatda şirinlik olmaz. Amma əgər nə qədər bu əri ilə şirin olsa, bu bilmir ki, atanın həyatında çox xoşluq var. Odur ki, dünyada hər qadın həyat yoldaşı ilə nə qədər şirin yaşasa, ata rahatdır.